Salam, hər vaxtınız xeyir. Nə qədər fürsətim var dedim, biraz konuşuruz, dərdləşiriz. Əslində işıqlı olanda da pis deyil, sadəcə mənim zərərətqim azdır. Son vaxtlar əhvalınız necədir, həyat necə gedir? Sizi mutsuz, mutlu edən nələr var, nələr yoxdur? Əslində başqasından nəsə soruşanda bu mənada ən çox qarşılıq almaq adına edilən bir şeydir ki, istəyirsən sənin də əhvalından necə olduğuna maraqlansınlar, hər şey necədir, həyatın ritmini tuta bilirsən, özünə dərd etdiyin, problem etdiyin şeylər hal-hazırda nə ilə bağlıdır? Çünki zaman-zaman bunlar dəyişir və istər-istəməz, yəni bir də baxırsan ki, elə bir şeyin içindəsən ki, elə bir çəmbərin, elə bir kruqun içərisindəsən ki, belə dönürsən sürekli və başa düşmürsən o kruqa hardan daxil olmuşsan, necə olub, necə alınıb və bütün hallarda istəmirsən də orada olmağı, yəni hər şeyin başlanğıcı var, gedişatı var. Bəzi başlanğıclar bizdən asılı olmadan baş verir, hansısa təsirlərin altında. Buna müvafiq olaraq da sonra gedişatı da əslində biz belirləyə bilmirik, bəlkə də hər şey bir şəkildə ilərləyir və əslində başlayan bir şey sona doğru gedir. Doğum halı gerçəkləşir. Kimsə öz həyatını, sabahını, nəyisə qarantiya almaq üçün və ya sadəcə döngüyə daxil olmaq üçün, həyat onsuz da bundan ibarətdir. Kimsə doğulur, böyüyür, sonra özü yeni bir həyata başlayır, yeni bir həyat gətirir, başlayır onu böyütməyə, neynəməyə. Yəni bu bir şəkildə heç nədən geri qalmamaq, sadəcə axına qoşulub bir şeylər eləmək, o eləyir, başqası eləyir, mən niyə eləməyim, sürekli hərəkət halında olmaq, həmin o döngü var ya, belə fırlanır. Bir də baxırsan ki, bir dönəm qutarıb, 15 il keçdi, az qala 3-cü 15 illiyə girirsən və düşünürsən ki, geriyə baxanda mən öz istədiyim kimi yaşayıram, hal-hazırda başqasının əslində bəzi cümlələr var da, başqasına işləndən sonra qəribə gəlir ki, bu cümlə bu mənə niyə dedi, yəni və ya həmin cümləyə reaksiyasını öz bədən dili ilə, səsi ilə ifadə elədi. E, 15 illiklərdən danışırdıq. Bir şeylər eləyirsən, zamanı və həyatı, bir şeylərə xərcləyirsən. Sonra görsün, yox, alınmır. İstədiyin bu deyil. Peki nədir istədiyin? Yəni o axmaq bir döngüyə o cür qoşuluruq ki, sadəcə o reisdən heç cürə çıxa bilmirik. Məsələ orasındadır. Həmin o zaman dilimini bitirmədən sanki çıxmaq olmur oradan. Labirent kimi düşünün də. Kardeşler.
Pilatesin bu qədər yaygın olmadığı vaxtlarda kimsə pilatese sarmışdı, başlamışdı ona. İndi baxanda, başlamaq istəyəndə o yadıma düşdü avtomatik. Nəyinəsə düzgün rəftar eləməmək, adi hər gün elədiyimiz bir şeydə anən tələsdin, nəsə oldu, görürsən ki, uyğunsuz bir hərəkət, nəsə sınır, qırılır, düz gəlmir, o mənada. Avtopilotda hər şey eləmək, hər şey asta-asta hər gün eləyib avtomatikləşdirmək, adi bir dənə düşünün də, nəysə taxırsan, işıq yansın, ya zaryadka yığsın, nəsə eləsin, hər gün edilən bir şeydir. Bəzi adamlar bilir də, həmişə mən misal çəkirəm, o qədər ləng hərəkət edən adamlar var, ləng danışan adamlar var, ya da çox sürətli. Bəzən insanlar ləngliyi də pis təsir edir, sürətliliyi də. Yəni, o qədər ləngdir ki, yəni əsla yaşına uyğun olmayan ləngliydədir. Hər belə tısbağa, saniyə, hətta yavaş çəkim deyirlər də, o cür hərəkət edir. Qəribə gördü ki, necə ola bilər ki, 30 yaşı çatmayan adam bu cürlə şeydir də, davranır, hərəkət edir. Onun da yəqin norması oydu da, onun da başqa cür yəqin qəribə gəlir. Temperament tipinə uyğun olan bir şeydir. Ya özü bəlkə ləngliyinə sığınıb, özünü sığortalayıb ki, hər şey asta-asta eləsin, pis bir şey olmaz. Bugün dediyim kimi də hər gün elədiyin ən əlivin yatdığı şeyləri belə bir də görürsən ki, tık düz gəlmədi, olmadı. Ani bir tərs hərəkət, tez çıxırsan stola, pəncərəni açırsan, bağlayırsan, neynirsən, görürsən ki, harası incitdin, ağrıdı. Sonra günlərlə onun problem verirsən özünə, normal olsun deyə çalışırsan. Həmin o dediyim, özünü sığortalayan hər şeydən dırnaq içində. Adamın o ləngliyi həmin vaxt dərman kimidir ki, bu bilir də işini. Bilir, ona görə heç nə. Amma yəni o ləngliyi, gündəlik, tutaq ki, heç nəyə tələsilməyən bir şeydir də, adi stolu durub bir şey eləyəcək, altından bir şey götürdü. O ləngliyi yadıma gəlir ki, məni dəhşət əsəbləşdirirdi. Bilirdim, temperamenti odur. Nə bilim, mən qəribə gəldi ki, necə belə ola bilər də, yəni. Deyəsən ki, adam 100 kilonu keçib, güclə hərəkət edir, onu başa düşərəm. Deyərsən ki, adam, nə bilim, neçə yaşındadır, onu da başa düşərəm. Bu adam deyirəm də, 30-a heç çatmayıb yaşı. Amma o cür ləngliyi ilə davranırdı. Deyirəm də, o temperament deyirəm, bəzi adamların ümumiyyətlə, yəni yapı olaraq, quruluş olaraq elədilər ki, fikirləşsən ki, bu adam qaça bilmir. O qədər ola bilsin flegmatik tipdir, nə bilim. Yəni, hər şeyində ya belə, bilmirəm də, tısbağadan başqa misal ağlıma gəlmir. Amma hər kəs də tısbağa qrupuna aid eləməzsən. Çünki onlar əsla onu qəbul eləmirlər. Mən də ləngəm, sürətli, tələskən deyiləm. Amma yəni hər kəs onsuz da normal gündəlik həyatında necədir? Bir də həyəcanlı olduğu zamanlarda, tələsdiyi zamanlarda necədir? Əli ayağına dolaşır, yoxsa ustalıqla hər işin öhdəsindən gəlir. O məqam var da. Yəni idarə eləyə bilir həmin stresi, təzyiqi, gərginliyi. Kalabalığa daxil olanda, gündəlik alışa gəldiyi şeylərdən kənara çıxanda, istisna hallarında. Necə qoydun, elə də gedir, necə öyrəşdirdin, elə də gedir. Adətən bəlli bir mövzuda işlədilir, amma yox, elə digər mövzuda da işlədilir. Bəlkə elə hər şeydə işlədilir. Yəni, sırf o fikrə, o cümləyə odaqlanıb yaşayır. Adətən məktəb vaxtı elə deyirdilər də, əvvəldən özünü göstərgi oxuyansan, nəsən. Yəni, atılqan ol da bir mənada. Həmin vaxt sənin mühitin oydu da, başqa mühitdə olsan, onu sənin məsləhət görəcəkdir də, sənə yol göstərənlər, nəsə eləmək, həyatı öyrədənlər deyim, nə deyim.
özünü yetişkin yəni konumunda görənlər 18 yaşına çatmayana güya bir şey məsləhətlər verir. Amma bəzən elə adamlar var ki, elə yön göstərirlər ki, orada əsla boşluq buraxmırlar. Yəni icra elədiyi rolu, statusu o cür eləyir ki, yəni başqası gəlib ona heç nə deyə bilməsin. Mən səndən böyüyəm, mən səndən həyat təcrübəliyəm mənasında. Yəni elə idarə eləyirlər ki, situasiya da deyilməz. 18 il davam edən situasiya olmaz. Bu şeydir, yəni uzun bir müddətdir, uzun bir çıxılan yoldur. Yəni onu elə qəşəng idarə eləyirlər ki, bu şeydə də bütün ilişkilərə aid bir şeydir də. Hansı roldasansa həmin münasibətdə o mənada. Elə gözəl idarə eləyirsən hər yanı, hər tərəfi doldurursan, hər hansı bir sızıntı, boşluq olmasın. Nəm çəkməsin, su buraxmasın. Yəni heç kim ora müdaxilə eləyə bilməsin. Ora sənin alanındır. Bunu deyəndə partnyorluq da ağla gələ bilər. Həyatın müxtəlif sahələridir. Əsas mənim nəzərdə tutduğum valideyni idi. Çünki konkret bir misala odaqlanıb danışırıq. Havadan, sudan, hər şeydən, həyatdan danışanda, bəlli bir konuya değinmək istəyəndə, bəlli bir cümlədən, sözdən sitat gətirərək başlayıb mövzuya, oradan irəliləyirik. Soyuq havalar hərəkət özgürlüyünü qısıtladığı üçün, məhdudlaşdırdığı üçün mənim sevmədiyim fəsillərdən düzdür. Bizdə o qədər də sərt keçmir. Hava mənasında şansımız gətirib. Hansı mənada şansınızın gətirdiyini düşünmürsəniz belə, əslində əvvəldən bizə deyilən, öyrədilən nə odur? Ən düzgün şey hava proqnozudur. Ən bəxtimiz gətirən sahə havadır. Yəni o mövzuda dərdli, problemli deyilik. Düzdür, təbiətin qorunmasıdır, ətrafı çirkləndirməkdir bu mövzularda. Hər nə qədər sinifdə qalmış sayılsaq da, qardır, həyətivi təmizləmirsən, qapı təmizləmirsən, başqalarını nəzərə almırsan, bax, təcrübəyə başqa yerlərdə belə deyil, elə deyil, zibil atmaq. Hər mövzuda da, yəni evdə təbiət dostu ürünlər istifadə eləmək. Adi özünə baxmaq. Ya özünə baxmaq da hörmətdir də, özünə hər hansı bir üzə kremin belə sürtməyi. Hansı ki, hər kəs özünün zəif olduğu mövzularda, biri var məcburi, bir də var sevərək bu işi görürsən də, yəni dəriyə qulluq edirsən ki, o da sənə xidmət eləyə bilsin, səni daha yaxşı hiss etdirsin, daha özünə inamlı olasan, ətraf səni daha qəşəng görsün. Necə ki, geyimdə olan hər bir zövq, detal başqasının gözünə xitab eləməyi hədəfləyir də birinci növbədə. Bəlli yaş dönəmlərində, bəlli zamanlarda adam istəyir çox qəşəng görünsün, hər şeyi çox qəşəng uyğunlaşdırsın. Hər mənada da qüsursuz olsun görüntüsü. Nə də nəyisə alındıra bilmirsə, heç olmasa bəlli mövzularda bir şey alındıra bilsin. Özünü tanısın, vücudunu tanısın, daha qəşəng giyinsin, öz gözünə birinci xitab eləsin. Yəni ətraf baxıb deməsin ki, sən 35 ildir yaşayırsan, 45 ildir yaşayırsan, hələ də öz vücud tipinə uyğun şalvar seçə bilmirsən, nə bilim, nə giyinə bilmirsən. Hələ də tanımırsan, sənin mədən necə işləyir, burnun necə işləyir, sənə hansı kokular xitab eləyir. Sürekli ondan istifadə eləyəsən, özünü yaxşı hiss eləmək mənasında, əhvalın həmişə yaxşı olsun deyə, başqasına müsbət enerji ötürəsən deyənə, bütün hallarda. Hal-hazırda əsəbdən səsim tutulub, gün ərzində başqa bir məni narahat eləyən məqam var idi. O biraz sanki keçib, ya da ikisi də bir-birinə əlaqəlidir, bilmirəm. Yəni bir var ki, dondurma falan yeyəsən, soyuq bir şey, desən ki, hə də buna baxmadım oldu. Bir də var, əsəb səs tellərini incitib səsim tutulub.
Ya da bir var qrip olasan, nə olasan, hə, normal döngü kimi qəbul edəsən ki, oldu da, bir şəkildə oldu, keçər, sağalar, düzələr. Deyirəm də, adam bəlli mövzuları həll eləyə bilməyəndə səbəbini bilsə də, bilməsə də, fakt olaraq həll edə bilmirsə, başqa həll edə biləcəyi şeylərə yönəlir ki, yaxşı olsun da, ən azından oturub bütün günü dərd eləməsin özünə ki, bu iş niyə olmadı, bu iş niyə belə alındı. Həmin şeyi kompensasiya eləməyə çalışır. Düz deyirlər ki, bir şey başqa bir mənada kompensasiya eləmək düzgün bir şey deyil. Sənə həmin an nə lazımdırsa ona yönəlməlisən. Alınmır da, yəni hər gün yönəl, hər saniyə yönəl, hər an. Nə eləyə bilərsən ki, həmin anda biraz səbir göstərməlisən, biraz boş verməlisən, biraz axara buraxmalısan. Yəni o mövzunu biraz şey eləməlisən, çıxarmalısan da zehnindən ya da o mənada heç bir hərəkət də eləməməlisən ki, başqa bir yerə yönəlim də, alına biləcək ya da heç daha öncə heç eləmədiyim bir şeyə yönəlim. Hava işıqlanmağa yaxındır. Ya bəlkə hələ 1 saat və ya 2 saat var o mənada. Yox, 1 saat olar. 1 saat ya saat yarımı yəqin işıqlanar. Hava qaralandı. Yata bilməmək. Bəzi adamlar da bunu özünə dərd edir. Əslində dərd olunası bir şeydir. Yəni həqiqi problemlər, dərdləri kimsə özünə dərd eləməyəndə ətraf baxıb deyir ki, bunda yəqin nəsə çatmır da. Normal şeyləri qoyub özünə başqa şeyləri dərd edir. Amma o da qaçış olaraq düşünülə bilər də, yəni. İstəmir də doğrudan dərd çəkmək. Deyir, oturum boş-boş şeylər özümə nəsə eləyim. Başqası problemi, dərdi danışanda o da durur bunlardan danışır. Bəlkə də öz həqiqi problemlərini gizlətməyə amaçlayan bir davranış da olaraq qəbul oluna bilər. Bu məsələn, hal-hazırda mən bunun açısını asla düzəldə bilmirəm. Onu özümə dərd eləyə bilərəm. Təmiz hava var, çox qəşəngdir. Bir də səssizlikdir, adam yoxdur, heç kim yoxdur. Mənada yaxşıdır. Düzdür, orada avtobuslar bayaqdan keçir, elə maşınlar da keçir. Amma yenə də gecənin sehri elə oradadır da, yəni. Bəzi adamlar var, gün ərzində daha deyil, daha çox yaxşı özünü şey eləyə bilmir. İstədiyi işləri görə bilmir də. Saat 5-dən oyanmaq onlara yaxşı təsir edir. Ya elə gecə hansısa bir oturub öz əsərlərini yaradır, nə bilim, neynir. Həmin o qızıl saatlardır da adamın özünə ayırdığı, başqaları ilə təmas etmədiyi çox yaxşı bir şeydir əslində. Öz üzərində işləməyə zaman tapdığı, hər mənada ruhsal vəziyyətində, mental sağlamlığına yatırım yapa bildiyi qızıl anlar, dəqiqələr, saatlar, zaman ola bilər. Günün həmin ən yaxşı zamanı, ən yaxşı vaxtı. Bəziləri gecə işləyir də, ya da ona daha rahatdır da, ən azından. Bu mənə çox rahatdır hal-hazırda. Ətrafda insan olmaması, səs olmaması çox ideal bir şeydir. Svetofor yox, piyada yox. Maşınların yəqin ki, hal-hazırda indi yolda olan adamların tək dərdi mənə elə gəlir ki, işıqlandırmadır. Yəni o da ideal olmuş olsa, şurada yəni başqa maşın yox, bir şey yox, mane olan yox. Yol sənin də rahat gedirsən özün üçün. Əslində Dalnini yandırmaq da, uzaq işıqları şeyləmək də qəşəngdir.
Heç kimin gözünü narahat eləmirsən, bir şey eləmirsən. Pəncərələrdə bu ərəfədə olan işıqlar var ya, qızılı, gümüşü, sarı rəngli. Bu tərəfdən keçəndə 2 dənə pəncərədə görmüşdüm. Bu çox deyil. İndi də birini də orada görürəm. Uzaqda bir bina var orada. Bütün işıqlar demək olar sönüb. Bir dənə yuxarıdan 1, 2, 3, 4, 5-ci də yuxarıdan sayanda 5-ci mərtəbə. Arada işıqlar hərəkətsizdir, arada da yana sönür. Çox qəşəngdir. Nəysə, yəqin ki, mənim sözüm bu qədər. Çünki mövzu tapa bilməm onsuz danışmaq. Çünki nədən danışsam qəbahət olacaq mənada. Belə yüngül üstdən səhti ancaq bu qədər olur.